Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about time. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. And also, I want to mention that you can support our channel and you can become a channel member. So let's get started. I will be in this illustration in this video. I will be student and also teacher, and I will explain how we can talk about time. Let's get started. Müəllim, saat neçədir? Müəllim, saat neçədir? Müəllim, saat neçədir? Müəllim, saat neçədir? Means teacher, what time is it? Teacher, what time is it? Teacher, what time is it? Müəllim, saat neçədir? Saat 3'dür. Saat 3'dür. Dərs 10 dəqiqədən sonra bitəcək. Saat 3'dür. Dərs 10 dəqiqədən sonra bitəcək. Saat 3'dür. Dərs 10 dəqiqədən sonra bitəcək. Means it's 3 o'clock and the lesson will be end in 10 minutes. The lesson will be end in 10 minutes. Dərs 10 dəqiqədən sonra bitəcək. The lesson will be end in 10 minutes. Müəllim, sabah hansı dərslərimiz var? Müəllim, sabah hansı dərslərimiz var? Müəllim, sabah hansı dərslərimiz var? Sabah hansı dərslərimiz var? Müəllim, sabah hansı dərslərimiz var? Means, what lesson do we have tomorrow? What lesson do we have tomorrow? What lesson do we have tomorrow? And sabah riyaziyyat və Azərbaycan dili dərslərimiz var. Sabah riyaziyyat və Azərbaycan dili dərslərimiz var. Sabah riyaziyyat və Azərbaycan dili dərslərimiz var. Riyaziyyat dərsi saat 9-da başlayır. Riyaziyyat dərsi saat 9-da başlayır. Riyaziyyat dərsi saat 9-da başlayır. Means tomorrow we have math and Azerbaijan lessons. Math start at 9 o'clock. Math start at 9 o'clock. Tomorrow we have math and Azerbaijani lesson. Math start at 9 o'clock. Riyaziyyat dərsi saat 9'da başlayır. Riyaziyyat dərsi saat 9'da başlayır. Math start at 9. Çox sağ olun. Mən dərsə vaxtında gələcəm. Çox sağ olun. Mən dərsə vaxtında gələcəm. Çox sağ olun. Mən dərsə vaxtında gələcəm. Means thank you so much. Thank you very much. I will also come on time for the lesson. I will also come on time for the lesson. I will also come on time for the lesson. Mən dərsə vaxtında gələcəm. Mən dərsə vaxtında gələcəm. Mən dərsə vaxtında gələcəm. I will come on time for the lesson. So that's all. I hope you enjoyed and learned something. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Sağ olun, görüşene dek, and also don't forget to like, share and subscribe for more learning tips. Sağ olun. Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about phone and communication tools. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. And also, I want to mention that you can support our channel or you can become a channel member. So, let's get started. I will be a person
just a person and also a cafe worker, and I will explain how to use our words. So, salam. Zəhmət olmasa Wi-Fi parolunu deyə bilərsiniz. 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 Which means it's hello, could you please tell me the Wi-Fi password? Could you please tell me the Wi-Fi password? Wi-Fi parolunu deyə bilərsiniz. Wi-Fi parolunu deyə bilərsiniz means could you please tell me the Wi-Fi password? Bəli, parol kassada yazılıb. Bəli, parol kassada yazılıb. Bəli, parol kassada yazılıb. Parol kassada yazılıb means yes, the password is written at the counter. Yes, the password is written at the counter. The password is written at the counter. Parol kassada yazılıb. Telefonumun şarjı bitib. Burada şarj etmək olar. Telefonumun şarjı bitib. Burada şarj etmək olar. Telefonumun şarjı bitib. Burada şarj etmək olar. Telefonumun şarjı bitib. Burada şarj etmək olar means my phone is out of battery. Can I charge it here? Can I charge it here? My phone is out of battery. Can I charge it here? Telefonumun şarjı bitib. Burada şarj etmək olar. My phone is out of battery. Can I charge it here? Bəli, küncdə rozetka var. Bəli, küncdə bir rozetka var. Bu küncdə rozetka var. Bəli, bu küncdə rozetka var. Bu küncdə rozetka var. Bu küncdə rozetka var. Bəli, bu küncdə rozetka var. Means yes, there is a socket in this corner. Socket in this corner. There is a socket in this corner. Çox sağ olun. Mən biraz internetdən istifadə etmək istəyirəm. Çox sağ olun. Mən biraz internetdən istifadə etmək istəyirəm. Mən biraz internetdən istifadə etmək istəyirəm. Means thank you. I want to use the internet for a bit. I want to use the internet for a bit. I want to use the internet for a bit. Mən biraz internetdən istifadə etmək istəyirəm. Narahat olmayın. Oturun və rahat istifadə edin. Narahat olmayın. Oturun, istifadə edin. Narahat olmayın. Oturun və istifadə edin. Means don't worry, sit down and use it comfortably. Sit down and use it comfortably. Don't worry, sit down and use it comfortably. Oturun və rahat istifadə edin. Oturun və rahat istifadə edin. And that's all. I hope you enjoyed and liked the video. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. And don't forget to like, share, and subscribe for more learning tips. Sağ olun, görüşəndə.